Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Qaçqın.com, keçmiş məcburi köçkün Orxan Fətəliyevin sosial şəbəkədə qurumun qəbul otağından video paylaşaraq müraciətlərinə baxılmaması ilə bağlı iddialarına aydınlıq gətirib. Qlobalaz xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Zəngilan rayonunun Məmmədbəyli kəndindən keçmiş məcburi köçkün Orxan Məhəmmədoğlu Fətəliyev ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesində qanunsuz inşa edilmiş şəxsi mənzildə məskunlaşıb. Azad edilmiş ərazilərə ilk növbədə qəzalı vəziyyətdə və ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr köçürülür. Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərə alaraq onun Məmmədbəyli kəndinə köçürülməsinə, yeni evlər tikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq.